Salam əziz uşaqlar. Bugün mən sizin üçün keçən il 11-ci siniflərin buraxılış imtahana düşmüş suallardan birinin izahını çəkirəm. Deməli, bu sualda bizə nə deyir? Elgi 5 əsasdan 10 kvadratı, üzərinə gəl elgi 3 əsasdan 10 kvadratı, üzərinə gəl elgi 5 əsasdan 10-un kubu və üzərinə gəlsin elgi 3 əsasdan 10. Deməli, biz bu sualları necə həll edirdik? Deməli, əgər loqaritmada toplama varsa, əsaslarımız da eynidirsə, biz bu toplamanı vurma ilə əvəz edəcək. Yəni elgi biz bunları da 10 üzərində 5-də 2 vurulsun. 10 üzərində 3-də 2 vurulsun. 10 üzərində 5-də 3 vurulsun. 10 üzərində 3-də 1. Yenə əsaslarımız eyni olduğuna görə bilirik ki, qüvvətlər toplanılır. Yəni 10 üzərində 5-də 2, üzərinə gəl 3-də 2, üzərinə gəl 5-də 3, üzərinə gəl 3-də 1. Buradan da biz görürük ki, 5-də 2 ilə 5-də 3 toplasaq, yəni elgi 10 üzərində 1. Və 3-də 2 ilə 3-də 1 toplasaq 3-də 3 eləyir, o da bizə 1 verir. Elgi 10 əsasından, daha doğrusu 10-un kvadratı. Biz də elgini bilirik ki, elginin əsası 10-dur. Yəni 2 keçir qabağa, elgi deməli 10 əsasından 10, o da bizə 1 verir. Cavabımız olacaq 2.